Azərbaycanda pensiya ilə bağlı yeni təklif gündəmdədir və bu məsələ xüsusilə pensiya yaşına çatmış, lakin əmək pensiyası ala bilməyən minlərlə vətəndaş üçün maraq doğurur. Son günlər müzakirə olunan təklifə əsasən tələb olunan sığorta stajına cəmi çox az müddəti çatmayan şəxslərin də gələcəkdə yaşa görə əmək pensiyası almaq imkanı yaradıla bilər. Hazırda bu yalnız təklif mərhələsindədir və qüvvədə olan qanunda hələlik belə dəyişiklik edilmir. Mövcud qanunvericiliyə görə yaşa görə əmək pensiyası almaq üçün vətəndaşın ya tələb olunan sığorta stajı olmalı, ya da müəyyən edilmiş minimum pensiya kapitalını toplanması lazımdır. Əgər bu şərtlərdən heç biri ödənilmirsə, həmin şəxs yaşa görə əmək pensiyası deyil, sosial müavinət alır. Praktikada isə elə hallar olur ki, bəzi insanların tələb olunan sığorta stajının tamamlanmasına cəmi bir neçə ay və ya təxminən bir il qalır. Məhz bu səbəbdən onlar əmək pensiyası hüququ əldə edə bilmir və yalnız sosial müavinətlə kifayətlənməli olurlar. Bu əziyyət isə uzun illər işləyən bir çox vətəndaş tərəfindən ədalətli hesab edilmir. Müzakirə olunan yeni təklif də məhz belə halları əhatə edir. Təklifə görə tələb olunan sığorta stajına çox az müddəti çatmayan şəxslər üçün ayrıca mexanizm yaradılması nəzərdən keçirilə bilər. Əgər gələcəkdə bu istiqamətdə qanunvericiliyə dəyişiklik edilərsə, həmin vətəndaşların yaşa görə əmək pensiyası almaq imkanı yarana bilər. İqtisadçı və millət vəkili Vüqar Bayramov bildirib ki, bu məsələ sosial müdafiənin gücləndirilməsi baxımından vacib hesab olunur. Bunun fikrincə, uzun illər işləyən, lakin tələb olunan stajın tamamlanmasına cəmi az müddəti qalan insanların əmək pensiyası hüququndan məhrum qalması sosial baxımdan arzu olunan hal deyil. Buna görə də qanunvericilikdə xüsusi istisna mexanizminin yaradılması məqsədə uyğun hesab edilir. Bununla yanaşı, hazırda qüvvədə olan qanun dəyişmədiyi üçün mövcud qaydalar tətbiq olunur. Yəni, yalnız təklif irəli sürülməsi əmək pensiyasının avtomatik təyin olunacağı anlamına gəlmir. Qanuna dəyişiklik edilməsi üçün əvvəlcə müvafiq təşəbbüslər irəli sürülməli. Daha sonra isə bu dəyişikliklər qanunvericilik qaydasında qəbul edilməlidir. Əgər gələcəkdə belə bir dəyişiklik təsdiqlənərsə, bu, xüsusilə pensiya yaşına çatmış və sığorta stajında cəmi az çatışmazlığı olan minlərlə insan üçün mühüm yenilik ola bilər. Bu, həm onların sosial təminatını gücləndirə, həm də uzun illər əmək fəaliyyəti göstərmiş şəxslərin daha yüksək məbləğdə təminat əldə etməsinə şərait yarada bilər. Hazırda isə vətəndaşların diqqət etməli olduğu əsas məqam ondan ibarətdir ki, bu məsələ hələlik yalnız təklif kimi səsləndirilib və rəsmi şəkildə qüvvəyə minmiş yeni qərar yoxdur. Buna görə də pensiya ilə bağlı hər hansı dəyişiklik qəbul olunacağı təqdirdə bu barədə rəsmi dövlət qurumlarının açıqlamalarını izləmək vacibdir. Beləliklə, pensiya sistemi ilə bağlı gündəmdə olan bu təklif gələcəkdə minlərlə vətəndaşın əmək pensiyası almaq imkanını genişləndirə bilər. Lakin bugün üçün qüvvədə olan qaydalar dəyişməyib və hər hansı yenilik yalnız qanunvericiliyə ediləcək rəsmi dəyişiklikdən sonra tətbiq oluna bilər. Mövzu ilə bağlı yeni qərarlar qəbul edilərsə, bütün yenilikləri sizə operativ şəkildə çatdıracağıq.